nokta yaranımına baxmayaraq, mənə elə gəlir ki, başa-baş mübarizə apardıq. 10 epizodlarımız da oldu, yəni qələbə də qazana bilərdik. Amma yenə də 0-0 deyərdim, pis nəticə deyil. Evdə qol buraxmamaq. İnşallah çalışacağıq ki, səfərdə nəticə ilə mərhələn keçəcək. Sezonlarda komanda zəif idi. Özünü sanki itirdi futbolçular. Hücumun ləngiməsinə olurdu. İkinci hissəliksə, artıq birinci hissəliksə. Ağabeylər biraz ikinci sahanın axırında biraz yorğunluq olurdu. Amma belə gol epizodlarımız oldu, yəni Partizan kimi rəqibə görə 3-4 gol epizodu yaratmadı, oradan da oyun ərzində yaxşıdır, yəni pis deyildi, amma sadəcə yarılana bilmirdi. Zavidin yox, Liyanın da qəfətini sən işi çətinləşdirir. Biraz istər-istəməz Zavidin olmamalı, nəinki mənim, bütün komandanın işini çətinləşdirir. Çünki Zavid topla oynayan futbolçudur və hər an hücumlarda da oradan da təhlükə yaratır. İstər-istəməz komandaya təsirini bildirir. İnşallah çalışacağıq ki, orada yaxşı nəticə qazanan və mərhələ adlayan tərəf biz olaq. Əlimizdən gələn eləyəcək inşallah. Rəşad, rəqibin əksər futbolçularının hündür ölçəşmiş aslında. Çukarikən oyuncular açıq, bunlardan da hündür idi, daha belə zamanlar. Bunlar sadəcə biraz topla oynamağa keyfiyyətli, daha üstündülər. İstər-istəməz onsuz da Avropada hamı bizdən hündürdür. Məcbur oynamalıyıq. Xaliyev sən son kimi Oyuna girmədi, açıq oyunda hələ girmir. Çünki həmişə ikinci oyundan sonra girirlər. Qazidafiyə rəhbərliyimiz. Ona görə ki, hələ qarşıda cavab oyunu var, hələ gözləyirik inşallah. Bu da mərhələrin keçəcəyiz təqdir yarım milyon komanda mükafat. Açığı doğrudan da belə şeylər biraz yalan informasiyalardır. Hələ biz özümüz bilmirik. Yəni bunu heç vaxt oyundan qabaq heç vaxt demirlər. Oyundan sonra yəni mükafat deyilir. Yəni belə oyundan qabaq heç kim biz bilmiriksə, yəni kimlərsə qıraqda nəsə deyirsə, doğrudan da bu şayət biz özümüz heç bilmirik nədir açıq. Həftə sonu çempionatda da oyunumuz var. Yəni belə deyək də, arzunuz sözündən bir oynamaq problem yaratmır ki. İnşallah öyrənməliyik. Açığı Avropada da hamı oynayır. 2 gündən, 3 gündən, 4 gündən bir. Yəni buna bir vərdiş eləmək lazımdır ki, inkişaf edək. Əlimizdən gələn eləməliyik ki, oradan da həm çempionatda, həm də Avropada yaxşı keçir. Düşünmürsən ki, öyrənmək üçün gecsən? Yox, mənə görə heç vaxt gec deyil. Ataların misalı var, öyrənmək yəni gec deyil. Belə deyək də, rəqib Panathinaikos'da aydın məsələdir, yəni rəqibin adı var, komandanın adı var. Yəni Qəbələ özü, yəni futbolçular siz özünüz, yəni Panathinaikos'u keçə biləcəyinizə. Yox, açığı inanırdı, oradan da yəni komanda meydanda da biraz inan var uşaqlarda. Sadəcə oradan da meydançanın bir balaca solmalıdır, korluyurdu pas oynadı. Biraz palçıq idi, çox bilmirəm, sulanmışdı. Nə idi? Yerdən torpaq qaçırdı adamın ayağının altından. Oradan da biraz keçən oyunlara baxmış bu oyun çox bərbad idi yəni meydança. Amma buna baxmayaraq inam çox böyük idi. Yəni Panathinaikos'un adına sanına baxmırdı. Əlimizdən gələn ki, qələbə qazanaq. Həm də demək olar ki, yəni keçən oyunlarla müqayisədə azarkeş dəstəyi də zəif idi. Yəni ola bilər belə görünsün, amma yenə də stadion polnu dolu idi mənə gəlir. Amma yəni azarkeş ayrı, tamaşaçı ayrı. Ola bilər yəni. Qıraqdan biz o meydandaydıq deyə, yəni biraz ajitajdaydık deyə, yəni çox fikir verə bilmirdik, amma yəni dəstəyi hiss edirdik. Azərbaycan futbol sevərlər yenə dəstəyini hiss edirdik, amma ola bilər ki, siz jurnalistlər daha yaxşı görürsünüz. Yaşa bir epizodda Arif Daşdəmirov əsəbləşmişdi, nədir? Ya, ayrı bir epizoddur, yəni o pas istədi, mən yəni onu görmədim. Gec açıldı, yəni bir-birimizi anlaşmadıq. Ona görə biləcək. Cavidin qolunması hücumun ikinci fazasında çətinliklər yaranır, yəni oyunun qolunmasında. Ya, onu dedim açığı bəyanları. Cavidin olmamaq komandaya oradan da biraz təsir edir. Çünki Cavid hücumda çox kömək edir komandaya. Rəşad, çılğın yunun azarkeşlərindən hazırsınız? Əlbəttə ki, hazırıq. Çünki Kipirin o cür tərbiyəsiz azarkeşlərini görəndən sonra yəni hər bir azarkeşə hazırıq. Yunanistan azarkeşləri mənə elə gəlir ki, Panathinaikos elit komandadır. Yəni onun azarkeşləri oyuna, yəni öz çılğınlarını qatacaq, tərbiyəsizliyi olmayacaq. Mənə elə gəlir daha rahat oynayacaq.